bürcü 29 may 2026-cı il. Uzun müddətdir haqqında düşünməyin belə sizə xoş olmadığı məsələlərlə məşğul olmağın vaxtıdır. Bu gün belə işlərin öhdəsindən tez gəlmək və cəmi bir az səy göstərərək əla nəticələr əldə etmək şansınız olacaq. Bir çox qoç üçün əvvəllər qazandıqları təcrübə faydalı olacaq. Məhz bunun sayəsində bürc nümayəndələri məqsədə aparan ən qısa yolu digərlərindən daha tez tapacaq və boş şeylərə vaxt və enerji sərf etməyəcəklər. Ətrafınızdakı insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Köhnə və yeni tanışların sizdən nə gözlədiyi, onların dəstəyini qazanmaq üçün nə etməli olduğunuz aydın olacaq. Ailə daxilindəki bir çox fikir ayrılıqlarına son qoymaq mümkün olacaq. Əgər əvvəllər qohumlarla pul və ortaq əmlak barədə söhbətlər tez-tez qızğın mübahisələrlə bitirdisə, bu gün hamını qane edən bir həll tapmaq şansı yaranacaq. Ətrafdakılar işlərə məsuliyyətli yanaşmanızı və hamı üçün vacib olan məsələlərdə yüngül düşüncəli olmamağınızı yüksək qiymətləndirəcəklər. Buğa bürcü 29 may 2026-cı il. Vacib bir iş planlaşdırmısınızsa diqqətli olun. Məşğul olmaq istədiyiniz işlər nə qədər mürəkkəb və ciddi olsa, nəyinsə plan üzrə getməməsi və ya xoşagəlməz bir zəifin bütün planları pozması ehtimalı bir o qədər yüksəkdir. Amma çox narahat olmağa dəyməz. Çünki təcrübə və sağlam düşüncə bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Başqa insanların iştirakı tələb olunan işlər düşünmüsünüzsə, müttəfiqləri diqqətlə seçin. Yeni tanışlar haqqında ilk təəssürata inanmaq olmaz. Xüsusilə də onların səhhətindən artıq xoş görməyə çalışdıqlarını hiss etsəniz, maliyyə və ya qiymətli əmlak məsələlərində yalnız özünüzə güvənmək daha doğru olar. Əkizlər bürcü 29 may 2026-cı il. Son vaxtlar həm sizi, həm də yaxınlarınızı narahat edən məsələləri həll etmək üçün münasib gündür. Hazırda ulduzlar sizin tərəfinizdədir və bundan istifadə edərək vacib məqsədlərə nail olmaq, böyük ümidlər bəslədiyiniz planları həyata keçirmək mümkündür. Burada müttəfiqlər və köməkçilər də mühüm rol oynayacaq. Onları diqqətlə seçin və bu gün sizə kömək edənləri necə mükafatlandıracağınızı əvvəlcədən düşünün. Son vaxtlar rutin işlərlə məşğul olub bir qədər darıxan əkizlər üçün daha maraqlı bir işə keçmək şansı yaranacaq. Əla ideyalar ortaya çıxa bilər. Yaxınlarınızdan biri maraqlı bir planla çıxış edə bilər və siz həvəslə onun həyata keçirilməsinə qoşularsınız. Çoxdan əldə etdiyiniz biliklər faydalı olacaq. Onların sayəsində həm özünüz ciddi səhvlər etməyəcəksiniz, həm də başqalarına kömək edəcəksiniz. Xərçəng bürcü 29 may 2026-cı il. Nəsə dərhal istədiyiniz kimi alınmasa ruhdan düşməyin. Bu ən asan gün deyil, amma onu pis adlandırmaq da olmaz. Bir çox xərçənglər uzun müddətdir alınmayan işlərin öhdəsindən uğurla gələcək və başqalarının bacarmadığı məsələlərdə yaxşı nəticələr əldə edəcəklər. Bəli, bu səbir və israr tələb edəcək. Amma siz hər ikisini göstərməyə hazır olacaqsınız. Planlaşdırılmamış xərclər mümkündür. Çox güman ki, bunlar qəfil yaranmış istəklərlə və ya özünüzü sevindirmək arzusuyla deyil, məişət problemlərini həll etmə və yaxınlarınıza kömək etməyə ehtiyacı ilə bağlı olacaq. Siz pulu havaya sovurmayacaq, qərar verməyə tələsməyəcəksiniz. Bir neçə variantı müqayisə edib ən uyğun seçimi edəcəksiniz. Şir bürcü 29 may 2026-cı il. Gün uğurlu keçəcək və çoxlu imkanlar açacaq. Ulduzlar səhərdən ciddi əhval-ruhiyyədə olan həm özü, həm də başqaları üçün mümkün qədər çox faydalı işlər görməyə çalışan şirləri dəstəkləyəcəklər. Uğurlu təsadüflər əvvəllər bir çoxlarını çıxılmaz vəziyyətə salan məsələlərin həllində kömək edəcək. Bəzi şirlər son vaxtlar həyatlarını xeyli çətinləşdirən problemlərin həll yolunu tapacaqlar. Az da kifayətlənmək istəməyəcəksiniz. Qarşınıza yüksək məqsədlər qoyacaq və onlara dərhal çatmaq mümkün olmasa belə israr göstərəcəksiniz. Etibarlı müttəfiqlər tapmaq və onların dəstəyini qazanmaq mümkün olacaq. Birgə işlərin uzun müddətli dostluğun başlanğıcını qoyması istisna deyil. Qız bürcü 29 may 2026-cı il. Bir çox işlər öz öyrəşdiyinizdən daha asan alınacaq. Bu maraqlı bir fikir düşünməkdən dərhal sonra məqsədə necə çatacağınızı anlayacağınız və kömək etməyə hazır insanları tapacağınız günlərdən biridir. Hələ tam formalaşmamış və xırdalıqlarına qədər düşünülməmiş olsa belə ideyalarınızı cəsarətlə paylaşın. Sizə faydalı məsləhətlər verirlər, necə daha yaxşı hərəkət etməli olduğunuz göstərilə və real kömək təklif oluna bilər. Günün ortası ailə işləri və yaxınlarla ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Yeni və mürəkkəb işlərə başlamaq olar. Dostlar və qohumlar qayğıların bir hissəsini həvəslə sizinlə bölüşəcəklər. Maliyyə məsələləri uğurlu olacaq. Gözlənilməz mənbələrdən pul daxil olmaları mümkündür. Bu vaxt alış-veriş gününə münasibdir. Həm faydalı əşyalar, həm də xoş xırdalıqlar almaq olar. Onlara həddindən artıq pul xərcləməyəcəksiniz. Tərəzi bürcü 29 may 2026-cı il. Hər şeyin istədiyiniz qədər asan getmədiyini, hətta sadə işlərin həlli üçün gözlədiyinizdən daha çox səy lazım gəldiyini sakit qarşılayın. Demək olar ki, burada sizin də müəyyən günahınız var. Yəqin ki, bir qədər əvvəl gücünüzü olduğundan artıq qiymətləndirmiş, arzularınızı reala kimi qəbul etmişdiniz. Amma bu problem deyil. Çünki ciddi səhvlərə yol verilməyib və xırda nöqsanları bu gün düzəltmək mümkün olacaq. Sadəcə kiçik uğursuzluqlara həddindən artıq emosional reaksiya verməyin və maneələr qarşısında geri çəkilməyə tələsməyin. Ünsiyyətdə
müəyyən çətinliklər mümkündür. Məsələn, kimləsə dəqiq razılığa gələ bilmədiyiniz və ya kimisə yanlış başa düşdüyünüz ortaya çıxa bilər. Əvvəllər zəif tərəflərinizə anlayışla yanaşan insanlar bugün daha tənqidi ola bilərlər. Sizə dəstək verənlər isə bundan imtina edə bilərlər. Amma siz mənfi emosiyalara qapılmayacaq, vəziyyətin necə dəyişmək lazım olduğunu göstərən intuisiyanıza qulaq asacaqsınız. Əqrəb bürcü 29 may 2026-cı il. Nəsə dərhal istədiyiniz kimi alınmasa məyus olmağa tələsməyin. Bu gün xüsusilə bir neçə işi eyni anda uğurla başa çatdırmağa çalışanlar üçün çox da uğurlu keçməyəcək. Lazım olan nəticəni əldə etmək üçün ciddi səylər göstərmək lazım gələcək. Amma siz mütləq öhdəsindən gələcəksiniz və burada soyuqqanlıq və özünü ələ almaq bacarığı kömək edəcək. Başqalarının emosiyalarına qapılacağı vəziyyətlərdə siz baş verənləri anlamağa, fəaliyyət planı müəyyənləşdirməyə üstünlük verəcəksiniz. Təcrübə bir çox əqrəblərə əlverişsiz vəziyyətdə ilişib qalmamağa çıxış yolu tapmağa kömək edəcək. Vacib məsələlərdə tələsməməyə üstün tutacaqsınız və bu çox düzgün qərar olacaq. Maksimum məlumat toplayıb, faktları yoxlayıb, müqayisə etdikdən sonra düzgün nəticələr çıxara biləcəksiniz. Burada məsələlərdə isə uzun-uzadı düşünmədən intuisiyanızın dediyi kimi hərəkət etmək olar. Onun göstərişləri çox yerinə düşəcək. Ox atan bürcü 29 may 2026-cı il. Bu gün xüsusilə intuisiyanızın işarələrinə diqqətlə qulaq asmağa dəyər. Məhz onların sayəsində müxtəlif işlərdə uğur qazana, uzun müddətdə can atdığınız nəticələri əldə edə və ya hamını çıxılmaz vəziyyətə salan məsələləri həll edə biləcəksiniz. Yeni bir işə başlayan ox atanlar tezliklə düzgün istiqamətdə hərəkət etdiklərini anlayacaq və hər addımda məqsədə daha da yaxınlaşacaqlar. Bürc nümayəndələrinin tək başına hərəkət etməsi və ya kimdənsə kömək istəməsi fərq etməyəcək. Ulduzlar hər iki halda onları dəstəkləyəcək. Ev və ailə işləri ilə məşğul olmaq həm sizin, həm də yaxınlarınız üçün vacib olan məsələləri həll etmək olar. Əgər əvvəllər yaxınlarla fikir ayrılıqları yaranırsa, bugün hər şeyi yoluna qoymaq mümkün olacaq. Xoş tanışlıqlar da istisna deyil. Bugün qarşılaşacağınız insanlar dərhal xoşunuza gələcək və simpatiya qarşılıqlı olacaq. Həm işgüzar, həm də romantik münasibətlərin başlanğıcı mümkündür. Amma hər halda hadisələri tələsdirməmək və onların öz axarı ilə inkişaf etməsinə imkan vermək daha yaxşıdır. Oğlaq bürcü 29 may 2026-cı il. İstirahət üçün əla gündür. Adətən oğlaqların işlərdən uzaqlaşması və bütün qayğıları başından çıxarması çətin olur. Amma indi bunu bacaracaq. Sadəcə bahar şənbəsinin zövqünü çıxaracaqsınız. Tamamilə yeni bir şey sınamaq olar. İlham mənbəyi tapmanız və ya sizə çoxlu parlaq emosiyalar bəxş edəcək bir hobbi qazanmanız istisna deyil. Kiçik maliyyə çətinlikləri mümkündür. Bu spontan alış-veriş üçün ən uyğun gün deyil. Ümumiyyətlə planlaşdırılmamış xərclərdən uzaq durmaq daha yaxşıdır. Adətən pula qənaət etməyə kömək edən sağlam düşüncəniz bu gün sizi yanıltmaya bilər. Buna görə də şübhəli yatırımlar və uğursuz alışlar mümkündür. Böyük məbləğlə vidalaşmazdan əvvəl təcrübə və biliyinə güvəndiyiniz biri ilə məsləhətləşin. Dolça bürcü 29 may 2026-cı il. Böyük və vacib iş planlaşdırmısınızsa tələsməyin. Bu ən asan gün deyil və məqsədə gedən yolda dərhal aradan qaldırıla bilməyən maneələr yarana bilər. Əlbəttə bu təslim olmaq üçün səbəb deyil. Sadəcə məqsədlərə necə çatacağınızı bir daha düşünmək və daha asan yollar axtarmaq lazımdır. Sadəcə çox etibarlı müttəfiqlər tapa bilməyinizdən və ya əvvəllər dəfələrlə kömək etmiş insanlarla birgə fəaliyyət barədə razılığa gələ bilməyinizdən asılı olacaq. Kimsə sizə dəstək verməkdən imtina etsə inciməyin. Bu hər kəsin öz işi ilə məşğul olduğu günlərdən biridir. Buna görə hətta köhnə razılaşmalar belə pozula bilər. Amma siz buna sakit yanaşsanız, vəziyyətdən necə çıxmaq lazım olduğunu tezliklə anlayacaqsınız. Balıqlar bürcü 29 may 2026-cı il. Günün başlanğıcı pis keçməyəcək. Bu vaxt böyük nailiyyətlər əldə etmək çətin olsa da cari işlərin öhdəsindən gələcək, uzun müddətli diqqət tələb edən məsələləri həll edə biləcəksiniz. Bugün bir çox balıqlar xüsusilə praktik olacaq. Buna görə də illüziyalar qurmayacaq, vəziyyəti obyektiv qiymətləndirəcəklər. Bu maliyyə məsələlərinin həllinə kömək edəcək. Uğurlu sözləşmələr bağlamaq və ya sərfəli alışlar etmək şansı yaradacaq. Günün ikinci yarısında əldə etdiyiniz hər bir məlumatı çox diqqətlə yoxlamaq lazımdır. Kimsə sizi bilərəkdən çaşdırmağa çalışa bilər.